Hamıya salamlar, mən Mirəl Əkbər Həsənov. Bir çox izləyicilərimiz sual verirdi ki, ağaclarımız yazda yaxşı çiçək açır, ancaq meyvəyə keçdikdə meyvə tutumu çox zəif olur, çiçəklər tökülür. Bunun əsas səbəbi ağaclarda mayalanmanın yaxşı getməməsidir. Və bundan əlavə ağaclarda çiçək vaxtı görülən funqal xəstəliklərin nəticəsində çiçəklərin tökülməsidir. Bunların qarşısını almaq üçün isə yaz aylarında ağaclar çiçək açanda ağaclara fosfor tərkibli gübrələr verilməlidir. Çünki hər elementin ağacda bir funksiyası var və çiçək vaxtı da mayalanmanın əsas rol oynayan mayalanmada bir neçə element var. Bunlar hansı ki fosfor, bor, sink və molibden elementlərdir. Fosfor makroelement olduğuna görə kökdən verilməsi, kökdən tətbiq olunması daha yaxşıdır, daha tez mənimsənilir. Ona görə də ağaclar çiçək açmamış, tumucu olan partlamanın artıq bir həftə falan qalmış, torpaq analizinə uyğun olaraq torpağınızda lazımı qədər fosfor tərkibli gübrələr verilməlidir. Və ağaclar artıq tumucuq partladıqda, çiçək açdıqda da çiləmək üsulu ilə bor, sink, molibden maddələri və manili xəstəliyin qarşısını almaq üçün də spradinil tərkibli fungisid qarışdırılaraq tətbiq olunmalıdır. Bu 2 dəfə tətbiq edilir. Bir, ağaclar 5-10% çiçək açdıqda, yeni çiçək açdıqda, bir də artıq tam çiçək açdıqda tətbiq olunur. Bununla da siz ağacınızı həm kökdən qidalandırmış olursunuz, həm də çilənmə üsulu ilə çiçək vaxtı mayalanmağa kömək edirsiniz və bu zaman çiçək tökülməsinin qarşısını almış olursunuz və meyvə tutumunuz qat-qat artmış olur.